İndi endogen relief formaların digər davamı Azərbaycanın düzənlikləridir. Azərbaycanın düzənliklərini biz deməli yerləşdiyi mövqeyə görə ayıracağıq. İlk öncə Böyük Qafqazın deməli şimal-şərq yamacının düzənliklərinə baxırıq. Bunlar Qusar-Mali düzənliyi, Şovlar düzü və Samur-Dəvəşovalı. Bunlar deməli Böyük Qafqazın daha doğrusu şimal-şərq yamacında yerləşirlər. Böyük Qafqazın deməli şərq yamacında yerləşən düzənliklər bunlar Yaşma düzüdür, Qobustan alçaq dağlığıdır, Abşeron təpəli tirəli düzənliyidir ki, bunlar Böyük Qafqazın şərq yamacında yerləşən düzənliklərdir. Talış dağlarının şərqində yerləşən Lənkəran düzü, Böyük Qafqazın cənub ətəklərində yerləşən isə Qanı-Xəri çay vadisi olacaq. Digər düzənliklərimiz isə Kür və Araz çayının sahilində yerləşməsinə görə böləcəyik. Deməli, Kür çayının sol sahilində yerləşənlər Cənub-Şərqi Şirvan, Acnohur və Geran çölü düzləridir. Kür çayının sağ sahilində yerləşənlər Salyan düzü, Muğan düzü, Mil düzü, Qarabağ düzü və Gəncə-Qazax düzüdür. Kür çayının hər iki sahilində yerləşən isə Qarayazı düzüdür. Buna diqqətlə baxın, hər iki sahilində yerləşənlər. Muğan düzü həm Kür, həm də Araz çaylarının sağ sahilində yerləşir. Mil düzü isə Arazın sol, Kürün sağ sahilində yerləşir. Araz çayının sol sahilində yerləşən düzənliklər bunlar Orta Araz bölgəliklər sayılan Naxçıvan düzənlikləridir. Sədərək düzü, Şərur düzü, Böyük düz, Naxçıvan düzü, Gülüstan, Yayçı və Orduba düzləridir. Və aşağı Araz boyu düzənliklər Qəyən, İncə, Hərami düzləri. Bəyaları qeyd etdiyim bir də Mil düzüdə Araz çayının deməli sol sahilində yerləşən düzənliklər qrupuna aiddir. Kiçik Qafqaz dağlarında yerləşən yazı yaylası da var. Onlar yəni çaylara görə sadəcə yəni biz bilirik ki, Qarabağ yaylasından daha cənubda yerləşir həmin yazı yaylası. Yəni düzənliklərimiz bunlardır. Düzənliklərimiz haqqında əsas yəni digər bilgi Xəzər sahilində yerləşən düzənliklər ayırmalıdır. Bir də okean səviyyəsindən aşağıda yerləşənlər. Xəzər sahilində yerləşənlər burada da görür Şovlar düzü, Samur dəvəsi, Yaşma, Abşeron təpəli tirəli düzənliyi, Cənub-Şərqi Şirvan, Salyan və Lənkəran düzləridir. Bu düzlər eyni zamanda okean səviyyəsindən aşağıda yerləşən düzənliklərdir. Okean səviyyəsindən aşağıda yerləşən digər düzənliklərimiz və ya da bir hissəsi okean səviyyəsindən aşağıda yerləşən düzənliklərimiz Şirvan düzü, Mil düzü və Muğan düzüdür. Yəni bu düzənliklər və bir də Xəzərin sahilində yerləşən düzənliklər okean səviyyəsindən aşağıda yerləşən hissələrə malikdirlər. Bunları yaddan çıxarmırıq. Düzənliklərimiz haqqında yəni məlumatları yazılı formada da burada qeyd etmişəm. Yəni Kürün sağ, sol və hər iki sahilində yerləşənlər, Araz çayının sol sahilində, Kür və Arazın sağ sahilində yerləşən qeyd etdiyim Muğan düzü idi. Böyük Qafqazın şimal-şərq, Böyük Qafqazın cənub ətəkləri, Talış dağlarının şərq ətəkləri, Xəzər sahilində okean səviyyəsindən aşağıda yerləşən düzənliklər. Yəni bu məlumatları da yaxşı oxuyub əzbərləyirik, xəritə üzərindən tam olaraq mənimsəyirik və Azərbaycan düzənliklərlə bağlı veriləcək bütün sualların cavablarını da rahatçılıqla verə bilərik. Digər mövzumuzun davamı isə Azərbaycanın tektonik zonalarıdır. Tektonik zonaları tektonik cəhətdən 5 hissəyə bölünmüşük. İlk öncə bunu mən verəcəyim materialda da göstərim sizə. Deməli, tektonik zonalar bu xəritədə göstərilir. Görürsünüz, Ön Qafqaz tektonik zonası, Böyük Qafqaz, Kür çökəklik tektonik zonası, Kiçik Qafqaz tektonik zonası və Araz, Cavan platforması tektonik zonalarımızı təşkil edir. Hər bir tektonik zonanın xüsusiyyətləri, orada yerləşən əsas coğrafi obyektləri öyrənəcəyik. Tektonik zonalar haqqında bir məlumatı, yəni diqqətlə yadda saxlayaq ki, tektonik zonaların sərhədləri, yəni bu çatlar yeraltı suların, yəni bulaqların yer səthinə çıxdığı əsas zonadır və tektonik cəhətdən daha fəallar və tektonik cəhətdən Azərbaycanın ən fəal 3 hissəsi var. Onlardan birincisi burada deməli Şamaxı zonasıdır. İkincisi Gəncə zonasıdır. Gəncə zonası və bir də Naxçıvandan Qapçıq zirvəsinin ətrafıdır ki, bu üç zona Gəncə, Şamaxı və Qapçıq, yəni Naxçıvanda.
8-9 bal gücündə zəlzələlərin müşahidə olunduğu hissələrdir. Yəni, ən güclü tektonik hərəkətlər burada baş verir. İndi hər bir zonaya aid olan coğrafi obyektləri mütləq öyrənməliyik. Gəl birincə baxaq. Ön Qafqaz. Ön Qafqazda Şollar düzü, deməli, Qusar Mali düzənliyinin şərqi ətəkləri, bir də Samur dərəsi ovalığı aid. Deməli, 3 dənə coğrafi obyekt oldu Ön Qafqaza. İkinci, Böyük Qafqaz qalxması. Baş su ayrıcı silsiləsi, yan silsilə, Ələtdirəsi, Ləngəbiz, Niyaldağ, Qovdağ silsilələri daxildir. Və eyni zamanda bundan əvvəlki dərsimizdə biz Azərbaycanın dağları və əsas zirvələrini keçəndə Baş Qafqazda, yan silsilədə adlarını çəkdiyimiz o Şahdağ olsun, Yarıdağ olsun, sonra Bazarüsü, Zəfər zirvələri, Tufandağ olsun, Çingiz Mustafayev, Bazarüz və digər. Hər biri də deməli, Baş Qafqaz tektonik qalxmasına və ya Qafqaz tektonik qalxmasına aid olan zonalardır. Yəni, yadda saxlayın, burada da Abşeron, Qobustan da tektonik zona olaraq qalxmada yerləşir. Yəni, Ön Qafqaz çökməsinə yox, Böyük Qafqaz qalxmasına aid olunurlar. Bunu yaddan çıxarmırıq. Gələk üçüncü tektonik zonada Kiçik Qafqaz qalxmasına baxması. İlk öncə Kiçik Qafqaz qalxması 3 zonada yerləşir. Yəni, Qarabağ zonasında, Naxçıvanda və Talış dağlarında. Talış dağları hissəsi, düzənlik hissəsi yox. Bura daxildir. Deməli, Murğuz, Şahdağ, Murovdağ, Şərqi Göyçə, Qarabağ vulkan yaylası, Qarabağ silsiləsi, Dərələyəz, Zəngəzur və Naxçıvanın düzənliklərindən Gülüstan, Yayçı və Ordubad düzləri bura daxildir. Və Talış dağlarından Talış silsiləsi, eyni zamanda Burovar silsiləsi və Peştəsər silsiləsi daxildir Kiçik Qafqaz qalxmasına. Deməli, Kür tektonik çökməsi. Kür tektonik çökməsinə daxildir. Biz bunları qarışdıra bilərik. Qanıq Əriçay düzü, Böyük Qafqaz yox, Kür tektonik çökməsinə aiddir. Və yaxud da burada Lənkəran düzündə diqqətli olaq. Kür tektonik çökməsinə aiddir, səhv eləyə bilərik bunu diqqətli olmaya. Sonra aşağı Arazboyu düzənliklərdir, Kür tektonik çökməsinə daxildir. Gələk bura, Cənub-Şərqi Şirvan, deməli, Acnohur, Ceyrançöl, burada Gəncə Qazax düzü, Qarabağ düzü, Mil, Muğan və Salyan düzləri. Burada bir neçə silsilə var, kiçik silsilə. Onları da diqqətlə öyrənək. Ceyrançöldə Palantökən, Ceyrançöldə Palantökən. Acnahur, deməli, Acnahur Daşüz və Xocaşən arasındadır. Daşüz və Xocaşən. Mingəçevir isə burada deməli yuxarı hissədə Xocaşən, aşağıda isə deməli Bozdağ. Yəni Bozdağdır, Xocaşəndir, deməli Daşüzdür, Palantökəndir. Silsilə olsa da onlar Kür tektonik çökməsinə aiddirlər. Və Kür tektonik çökməsinin ən hündür hissəsi də deməli Çobandağdır. O da Ceyrançöldə yerləşir. Deməli Çobandağ Ceyrançöldə ən hündür hissədir Kür tektonik çökməsinin. Və son tektonik zonamız isə Araz-Cavan platformasıdır. Bura Arazboyu düzənliklər daxildir. Yəni Arazboyu düzənliklərdən deyirik ki, deməli Gülüstan, Yayçı, Ordubad daxil edir Kiçik Qafqaz tektonik qalxmasına. Burada Sədərəkdir, Şərurdur, sonra Naxçıvandır, Böyükdüzdür daxildirlər Araz-Cavan platformasına. Yəni tektonik zonalar, bunlardır. Tektonik zonalar haqqında qeyd etdiyim əsas məsələ tektonik cəhətdən fəal ərazilərdir. Bu zonaların sərhədləri daha çox zəlzələlərin müşahidə olunduğu və mineral bulaqların yer səthindən çıxdığı ərazilərdir. Ona görə Naxçıvanda mineral bulaqları zəngindir. Görürsünüz, bu bölgə Talış dağlarının ətəkləri, yəni mineral bulaqlarına zəngindir. Burada gəlsəmiz, yenə mineral bulaqlar zəngindir. Böyük Qafqazın cənub ətəkləri və yaxud da bu cənub-şərq ətəkləri, yəni mineral bulaqlarına zəngin olmasını və yaxud da burada Qubay rayonu mineral bulaqlarına zəngindir. Ona görə mineral bulaqlarına zəngindir ki, bunlar tektonik çatlar var burada. Ona görə də bu zonalar mineral baxımdan daha zəngindir. İndi ümumi məlumatlar hissəsinə baxaq. Yəni burada da hər bir tektonik zona Böyük Qafqaz, Ön Qafqazın, Böyük Qafqazın, Kür çökəkliyinin, Kiçik Qafqazın və Araz-Cavan platformasının ümumi məlumatlarını vermişəm və burada digər bizim üçün qabağımıza çıxır tektonik çatlar vasitəsilə ayrılan ərazilər. Baxa burada
Abşeron Qobustan ayrılır Cənub-Şərqi Şirvandan. Bu həqiqətən doğrudur. Yəni Abşeron Qobustan burada, Cənub-Şərqi Şirvan burada. Bax, tektonik şərt vasitəsilə ayrılır. Qanı Xəriçay, Başqafqazla, yəni görürük müşahidə baxın. Qanı Xəriçay buradadır, Başqafqaz burada. Tektonik şərt vasitəsilə ayrılır. Sonra Qazax Qarabağ, Kiçik Qafqazla, bəli. Deməli Qazax Qarabağ bu hissədədir. Daha doğrusu Gəncə Qazax buradadır. Kiçik Qafqaz burada. Və tektonik şərt vasitəsilə bir-birindən ayrılırlar. Lənkəran və Talış da bu xəritədə gördüyümüz Lənkəran burada, Talış da burada. Bu tektonik şərtlər vasitəsilə ayrılır. Yəni bu xəritədə istifadə edib, eyni zamanda izaha baxıb Azərbaycanın düzənliklərini və tektonik zonalarını öyrənmiş olduq. Bu məlumatları yada saxlamaq üçün həqiqətən də xəritəni çox yaxşı öyrənmək lazımdır. Qeydlər aparmaq lazımdır və çoxlu testlər həll etmək lazımdır ki, mövzunu tam mənimsəyək.